2 gündür ki Qızılacılı kəndində və həmçinin Marnioli şəhərinin 26 may küçəsində təbii qazla əhalinin təmin olunması dayandırılıbdır. Bunun səbəbi ondan irəli gəlir ki, Sokarla Mamed Qaz arasında olan müqaviləyə əsasən Mamed Qazın Sokarı artıq 630 min lari civarında borcu yığılıbdır. Və biz həm yerli özünü idarə etmə, həm şəxsən mən artıq 2 gündür ki, bu məsələnin həll yolunu axtarırıq. Müxtəlif danışıqlarımız olubdur. Həm Mamed Qazın rəhbərliyindən, həm Sokar Enerji rəhbərliyindən, həmçinin dövlət qurumlarından, SEMET-lə, nazirliklərlə və bu problemin həlli yönündə, həlli istiqamətində fəaliyyət göstərmişik. Və bugün əhali ilə görüşümüzün məqsədi ondan ibarətdir ki, əhaliyə düzgün olan məlumatı, faktları çatdıraq. Faktlar ondan ibarətdir ki, bugün Mamed Qaz şirkəti dövlət qiymət müəyyən edən qurum tərəfindən qoyulmuş qiymət çərçivəsindən kənar hərəkət edir. Misal üçün, əgər kubunu 36,8 tetriyə alırsa, dövlət tərəfindən müəyyən edilmiş qiyməti və 47 tetriyə satmalıdırsa, hansı ki dövlət tərəfindən yenə də müəyyən edilibdir. Bugün Mamed Qaz şirkəti kubunu 57 qanunu pozaraq, kubunu 57 tetridən satır, 10 qəpikdə qanunsuz şəkildə öz tərəfindən artıraraq və bu istiqamətdə buna görə artıq dövlət qurumları tərəfindən cinayət işi açılmışdır və o iş davam etdirilir. Və qazın kəsilmə səbəbi də əsas ondan ibarətdir ki, Mamed Qaz tərəfindən Sokar Qaza 630 min lari qeyd etdiyim kimi borc var. Və Mamed Qaz borcu ödəməkdə bizdə olan məlumata görə borcu ödəməyə razılıq vermir. Və həmçinin Sokarla tərəf olaraq müqavilə imzalamağa da razılıq vermir. Və bu ona gətirib çıxardır ki, Sokar şirkət deyir ki, biz artıq 1 il yarım, 2 ildir ki, Mamed Qaza deyirik ki, həm borcunu ödə, həm bizlə müqavilə bağlı, hansına ki, Mamed Qaz şirkəti razılıq vermir və bugün Sokar Qaz şirkəti deyir ki, biz məcbur olduq ki, qazı dayandıraq. Dövlət qurumları artıq bu məsələ ilə bağlı məlumatlıdır və yaxın zamanda lazım olan addımlar atılacaq ki, əhali qazla təmin olunsun. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, əhali qazla təmin olunsun.